Salam müəllimlər, sınaq 8-in izahlarına baxırıq. Birinci sual. Həqiqi sahəsi 9408 kvadrat kilometr olan bataqlığın xəritədəki sahəsi 12 sm kvadratdır. Bu bataqlığın 60% qurudularsa, həmin xəritədə bataqlığın sahəsi neçə santimetr kvadrat santimetr azalar? Yəni xəritədə sahə verib 12 sm kvadrat 60% də qurudulub. 12-nin 60%-ni taparıq biz. Yəni 12-ni 60-a vurub 100-ə bölsəniz, tapacaqsınız bataqlığın sahəsini xəritədə. Cavab 7,2 sm kvadrat. 2-yə baxırıq. Doğru fikirləri müəyyən edin. Respublikamızın 1 bölünsün 2 milyon miqyaslı xəritəsində onun sahəsi 866 paletka damasına uyğun gəlir. Azərbaycanın sahəsi 86.600-dür. Miqyas da 5 sıfır siləndən sonra 20-nin kvadratına bölürük. Yəni 400-ə. Böləndə tapırıq. 216,5. Bilirik ki, paletka məsələlərində biz dama deyərkən 4 dama 1 sm kvadrata uyğun gəlir. Və 216,5-i də siz 4-ə vursanız, həqiqətən də 866 paletka damasını tapacaqsınız. Yəni ki, bu ifadə doğrudur. Daha sonra 2. Avstraliya materikinin divara asılmış xəritələrindən ən böyüyündə generalizasiya daha çox olur. Yadda saxlayın, xəritə nə qədər böyükdürsə, miqyas da bir o qədər böyük olur və böyük miqyaslı xəritədə generalizasiya az olacaq. Burada çox dediyinə görə yanlışdır. Kartometrik təhlil lokal və qlobal xarakterli olur. Bu ifadə doğrudur. Bilirik ki, kartometrik təhlil hündürlük, uzunluq, məsafənin ölçülməsidir. Bir var ki, bir ərazidə çayın uzunluğunun ölçülməsi, bir var Azərbaycanda olan bütün çayların uzunluğunun ölçülməsi olacaq. 3 doğrudur. Kartografik təsvirlərdən yalnız qlobus təhrifsiz olur. Xeyr, məsələn, plan da təhrifsizdir. Bu yanlış ifadədir. Biz yanlışların üzərindən xətt çəkək, bizə doğru ifadələr lazımdır. Topoqrafik xəritələrdə coğrafi məzmun çox sahəli olmur. Bu ifadə yanlışdır. Nəyə görə yanlışdır? Çünki topoqrafik xəritələrdə ərazi daha təfərrüatlı təsvir olunur. Çox sahəli məzmun olur. Ona görə də olmur, yanlışdır. Sonra Azərbaycan, yəni Respublikamızın xəritələri əsasən bərabər bucaqlı, konus və çoxüzlü proyeksiyalardan istifadə edilərək tərtib edilir. Bəli, tamamilə bu ifadə doğrudur. 3, 6, bir də 1. 1, 3, 6 sualın doğru cavabıdır. C variantı. Üçüncü suala baxırıq. Günəşin il ərzində üfüqün həm şimal-şərq, həm də cənub-şərq tərəfindən çıxdığı şəhərləri müəyyən edin. Bu elə bir şəhər olmalıdır ki, tropiklərin arasında yerləşsin. Çünki tropiklərin arasında yerləşən məntəqələr günəşi özündən şimalda da, cənubda da görə bilərlər. Məsələn, burada Nairobi yazılıb. Nairobi Kenyanın şəhəridir. Tropiklər arasında yerləşir. Rio de Janeiro da bilirsiniz, Braziliyanın şəhəridir. Və Quito Ekvadorun paytaxtıdır. Ona görə də elə doğru cavab A-dır. Çünki bu şəhərlər tropiklərin arasında yerləşir. Bəs B-də, C-də hansı şəhərləri çıxarıq? Gəlin baxaq. Məsələn, burada B-də Sydney, Avstraliyanı çıxarıq. Sonra C-də Buenos Aires, Argentinanın paytaxtı çıxarıq. Cape Town, Carın paytaxtı çıxarıq. Doha, Qətərin paytaxtıdır. Qətər Ərəbistan yarımadasında mülayim işıqlanma qurşağında yerləşən ölkə sayılır. 4-də baxırıq, doğru olmayan fikirləri müəyyən edin. İki məntəqə arasında yerli vaxt fərqi 12 saatdan çox ola bilməz. Bu həqiqətən də belədir. Nəyə görə? Çünki iki məntəqə deyərkən, məsələn, 130 qərb, bir də 50 şərq, onun əks meridianı. Bunların cəmi 180 dərəcədir, düzdürmü? 180 dərəcəni də biz 15-ə bölsək, alarıq 12 saat. Yəni, cəm həmişə qərb və şərq toplayanda 180 edir də. 180 də 15-ə bölündə 12 saat. Yəni, 12 saatdan çox ola bilməz. Bu ifadə doğrudur. Amma bizə doğru olmayan ifadələr lazımdır. 2 saat qurşağı xaric, digər saat qurşaqları 3 yarım kürədə yerləşir. 2 saat qurşağı xaric deyərkən, yəni 0,24 onsuz da eynidir, üst-üstə düşür. Bir də 12-ci saat qurşağı. Bu 2 saat qurşağı 4 yarım kürədə yerləşir. Digər saat qurşaqları isə 3 yarım kürədə yerləşir. Bu ifadə də doğrudur. Ona görə 1-2-ni çıxarıq. Meridian çevrəsi yalnız 1 saat qurşağına aiddir. Təsəvvür edin ki, bayaq dediyimiz kimi 50 şərq, onun əks meridianı 130. Yəni bu meridian çevrəsi də bir meridian çevrəsi. Cəmdə 180 dərəcə. Meridian çevrəsi yalnız 1 saat qurşağı deyərkən 50 şərq uzunluğu 3-cü saat qurşağındadır. 130 qərb uzunluğu da ayrı saat qurşağındadır. Onu 15-ə bölməklə tapa bilərsiniz. Yəni 1 saat qurşağında yerləşir ifadəsi yanlış olacaq. Amma bizə yanlış lazımdır. Yəni 3. Daha sonra 4-cü və 24-cü saat qurşaqlarının orta meridianlar arasında 40 dərəcəlik paralel çevrəsi üzrə ən qısa məsafə tropiklər arasındakı ən qısa məsafədən daha çoxdur. 4-cü saat qurşağı edəcək 60 şərq uzunluğu, bu da 0 edir. Və 60 şərq uzunluğunu biz 40-cı paralel dediyinə görə 85,4-ə vursaq
Alarıq 5124 kilometr. Daha sonra deyir ki, tropiklər arasında ən qısa məsafədən çoxdur. Görək həqiqətənmi çoxdur? Tropiklər arasında deyirsə 23,5 şimal enli, 23,5 cənub enli, toplayanda 47 dərəcə, onu da 111-ə vursaq, alarıq 5217. Çox oldu tropiklərdən. Xeyr. Çünki tropiklər çox olacaq. Ona görə də bu ifadə yanlışdır. 5-ci sıraya baxırıq. Yerin günəş ətrafında hərəkəti nəticəsində eyni meridian üzərində günəşin ilin müxtəlif aylarında çıxma və batma vaxtları eyni olur. Yerin günəş ətrafında hərəkəti nəticəsində il ərzində günəşin çıxma və batma vaxtları daim dəyişir. Yəni eyni meridian üzərində il boyu günəş eyni vaxtda çıxıb bata bilməz. Bu da yanlışdır. Mülayim işıqlanma qurşağında günorta vaxtı şagird cisimlərin kölgəsi meridian istiqamətinə düşür. Mülayim işıqlanma qurşağında günəş heç vaxt zenitdə olmur və həmişə də günorta vaxtı kölgələr şimal yarımkürəsində şimala, cənub yarımkürəsində cənuba, yəni meridian xətti istiqamətində düşür. Bu ifadə doğrudur. Yəni bu sualda yanlış olanlar 3, 4, 5 olacaq, B variantı. 5-ci suala baxırıq. Faydalı qazıntıların şərti işarələri ilə bağlı bir sualdır. B variantında biz filizləri çıxarıq. Məsələn, B variantında wolfram filizdir. Gümüş filizdir. Amma şora qeyri-filizdir. İşarələri də deyək, biraz yaxınlaşdıraq. B-də şora selitra çili məşhurdur. Qeyri-filizdir. Wolfram filiz, gümüş filiz. Sonra burada D-də apatit qeyri-filizdir. Uran yanar olacaq, yanacaq yəni. Bu isə əhəngdaşıdır, qeyri-filizdir. Biz burada yəni urana görə çıxarıq. Sonra Y-də kalium duzudur, qeyri-filizdir. Qurğuşun isə filiz, manqan, filiz. Manqana görə, qurğuşuna görə çıxarıq. Bizə qeyri-filiz lazımdır çünki. C-də bu olacaq torf, yanardır. Sonra platindir, filiz sayılır, ona görə çıxırıq. Dolomit isə qeyri-filizdir. Yerdə qalır A variantı. A variantda qonur kömürdür. Bu kükürtdür. Bu isə Glauber duzudur. Qarabağaz-Qol körfəzi fərqlənir. 6-ya baxıq. Verilmiş dağlara aid olan doğru xüsusiyyətləri müəyyən edin. AC, yəni Ant dağları, bir də Piriney dağları. 3 yarımkürədə yerləşirlər və ərazisində OPEC təşkilatına üzv olan ölkə mövcuddur. 3 yarımkürədə yerləşməsi doğrudur. Həm Ant, həm də Piriney dağları 3 yarımkürədə yerləşir. Ant dağlarını ekvator, Piriney Greenwich meridianı kəsir. Amma Ant dağlarında Venezuela OPEC-ə üzv olan yəni ölkə mövcuddur. Piriney dağlarında isə mövcud deyil. Ona görə bir yanlışdır. DF, yəni əjdaha, Skandinaviya dağları qədim dağ hesab olunur. Ərazisində yerləşən ölkələrdə əhalinin təbii artımının birinci tipi səciyyəvidir. Qədim dağdılar hər ikisi. Amma əjdaha dağları, məsələn, Carın ərazisində ikinci tip təbii artımdır. Skandinaviya dağlarında birinci tip deyə bilərik. Amma bu da yəni doğru sayılmır ikisi üçün. BY, yəni Pamir dağları, bir də Karpat dağları. Hər ikisi cavan dağlardır, amma fəaliyyətdə olan vulkanlara rast gəlinmir. 3 də yanlışdır. ACY, yəni Ant dağları, Piriney dağları, Karpat dağları. Aid olduğu ölkələr arasında əhalisinin roman dil qrupuna mənsub olan olduğu ölkələr var. Ant dağlarına roman dil qrupudur. Demişdik, Cənubi Amerika roman dil qrupuna aiddir. Daha sonra Pirineydə, təbii ki, Cənubi Avropada, Karpat dağları da Şərqi Avropada, Rumıniya və Moldova. Demişdik ki, Şərqi Avropada 2 ölkə roman dil qrupuna aiddir və Karpat dağları da elə Rumıniyanın ərazisində yerləşir. Ona görə də roman dil qrupuna aid ölkə olacaq. Bu ifadə doğrudur. 5-ə baxırıq. BF, yəni Pamir dağları, Skandinaviya dağları. Şərq yarımkürəsində yerləşirlər və ərazilərində Hind-Avropa dil ailəsinə mənsub xalqlar yaşayır. Skandinaviyada German dil qrupu, Pamir dağlarında məsələn Tacikistan, Hind-Avropa dil ailəsi İran dil qrupuna. Dil qrupları fərqlidir, amma eyni dil ailəsidir. 5 də doğru olacaq. AD, yəni Ant dağları, bir də əjdaha dağları. Ərazisində inkişaf etməkdə olan ölkələr mövcuddur. Yəni Ant dağları bilirik ki, Cənubi Amerikada ümumiyyətlə inkişaf etmiş ölkə yoxdur. Əjdaha dağları da ki, orada Lesotho, Svazilend ölkələri var, anklav və yarı anklav. Onlar inkişaf etməkdə olan ölkələrdir. Biri də Carın ərazisində, daxilində yerləşir Lesotho. Elə Esvatini'də, amma Esvatini'nin çıxışı var deyə okeana. Ona görə yarı anklav sayılır.
Yəni inkişaf etməkdə olan ölkələr doğrudur. Filiz mənşəli faydalı qazıntılarla da zəngin olacaq təbii ki. Bu ifadə də doğrudur. Yəni mislə, dəmir filizi ehtiyatı ilə carda, elə Ant dağları mis qurşağı deyirik də biz. 4, 5, 6 sualın doğru cavabıdır D variantı. 7. Trias, Yura və Təbaşir dövrlərinə aid olan xüsusiyyətləri müəyyən edin. Trias, Yura, Təbaşir dövrlərinə aid xüsusiyyətləri müəyyən edin. 1. Bu dövrlərdə yaranan dağlara Cənub yarımkürəsində rast gəlinmir. Həqiqətən də Cənub yarımkürəsində Kimmer qırışıqlığına aid dağ yoxdur. 1 doğru olacaq. Kunlun dağları və Tibet yaylasının bir hissəsi bu dövrdə yaranmışdır. Bu ifadə doğrudur. Mezozoy, yəni Kimmer qırışıqlığında. Respublikamızda bu dövrdə yaranmış dağlar mövcuddur. Azərbaycanın dağları Mezozoy süxurları ilə örtülü olsa da Mezozoy dövrünün. Amma Alp qırışıqlığında yaranıb. Yanlışdır. Verxoyansk və Böyük Xinqan dağlarının cənub hissələri bu dövrdə yaranmışdır. Verxoyansk üçün demək olar, amma Böyük Xinqan dağları aid olmayacaq. 4 yanlışdır. Latin Amerikası regionunda yerləşən ölkələrdən bir neçəsinin ərazisində bu dövrdə formalaşan relyef vahidləri mövcuddur. Məsələn, Latin Amerikası deyərkən Meksika tərəfdə Mezozoy Meksika yaylası Kimmer qırışığında yaranıb, ona görə bu ifadə doğru olacaq. Bu dövrdə yaranan dağlara yalnız Şərq yarımkürəsində rast gəlinir ifadəsi yanlışdır. Elə Meksika yaylası olsun, Kordilyer dağlarının qayalı dağlar hissəsi olsun Kimmer qırışığında və Qərb yarımkürəsindədir. 1, 2, 5 sualın doğru cavabıdır. 8-ə baxırıq. Hansı şəhərlərdə 22 iyun tarixində günorta vaxtı şarqülə basdırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna daha yaxındır? Bilirik ki, kölgənin uzunluğunun dirəyin öz uzunluğuna yaxın olması üçün günəş şüaları 45 dərəcə bucaqla düşməlidir və 22 iyun tarixində günəş 23,5 şimal enliyində zenitdə olur və 23,5 şimal enliyində zenitdə olursa 45 çıxanda cənub yarımkürəsində oluruq artıq, yəni mənfi 21,5, yəni 21,5 cənub enliyi deməkdir. Bu da düşəcək Rio de Janeiro. Digər şəhərlərə fikir versəniz, şimal yarımkürəsində yerləşir. Amma Rio de Janeiro, Braziliyanın şəhəri 21,5 cənub enliyi olacaq. Cavab D variantı. 9-a baxırıq. Ömər aşırımının Zod aşırımı ilə fərqli, biçənək aşırımı ilə oxşar əlamətlərini müəyyən edin. Baxaq. Ömər aşırımı ilk öncə onu deyim ki, Murov dağda yerləşir, Zod aşırımı Şərqi Göyçədə yerləşir, biçənək aşırımı Zəngəzur silsiləsində, Şahbuz ərazisində yerləşəcək. Dağ tundra iqlimi hakimdir. Bu Ömər və Zod aşırımı ilə fərqli bir xüsusiyyətdir. Nəyə görə? Çünki Zod aşırımında dağ tundra yoxdur, amma Ömər aşırımında Murov dağda var. Həmçində oxşar xüsusiyyət də Ömər aşırımı ilə biçənək aşırımında hər ikisində dağ tundra olacaq. Amma Zod aşırımında dedik olmayacaq. Ona görə biri götürürük. Mütləq hündürlüyü 3000-dən çoxdur. Bu ifadə yanlışdır. Çünki Ömər aşırımı 3261 metr olduğu halda Zod aşırımı olacaq 2365. Biçənək aşırımın hündürlüyü isə olacaq 2346. Yəni bu ifadəni yanlış götürürük. Vulkanogen çökmə suları rast gəlir. Bu ifadə hər üçündə demək olar ki var. Bu süxurlar bizə lazımdır. Ömər və Zod aşırımının fərqli, amma Ömərin biçənək ilə oxşar xüsusiyyəti. Dağ çəmən torpaqları üstünlük təşkil edir. Bəli, burada torpaqları dediyinə görə təbii ki, hər üç aşırımda dağ çəmən torpaqları mövcuddur. Yüksək dağlığın subnival landşaftı. Artıq subnival landşaft. Biz dedik ki, Zod aşırımında dağ tundra iqlimi yoxdur. Dağ tundra deyərkən subnival və nival landşaft olur da, düzdürmü? Demək, Ömər aşırımında və biçənək aşırımında dağ tundra olduğuna görə bu landşaftlara rast gəlinir. Amma Zod aşırımında dağ çəmən landşaftı olar. Bu sualın doğru cavabı 1-5 olacaq. Ona baxırıq, doğru olmayan fikirləri müəyyən edin. Respublikamızda ən böyük Kars mağarası Qarabağın Tuğ çökəkliyində yerləşir. Bəli, Azıq mağarası, bu ifadə doğrudur. Doğru olmayan lazımdır. Lənkəran və Samur dəvəçi ovalıqlarında abrazyon düzənliklər mövcuddur. Çünki Xəzər sahilində yerləşdiyinə görə bu da doğru olacaq. Talış dağ sistemin ən hündür silsiləsi Peştəsərdir. Xeyr, Talış silsiləsi olacaq. Yanlışdır. 3. Respublikamızın yüksək dağlıq ərazilərində təbaşir, orta dağlıqda. Xeyr, orta dağlıqda təbaşir, yüksək dağlıqda Yura olacaq. Yanlışdır. Zəfər zirvəsi hündürlüyünə görə respublikamızda yalnız Bazardüzü və Şahdağ zirvələrindən geri qalır. Xeyr, Zəfər zirvəsi Bazardüzüdən geri qalır. Çünki hündürlüyü 4301 metrdir. Amma Şahdağ da 4243-dür. Şahdağ 3-cü olacaq. Daha sonra
Aşınma prosesləri davamsız süxurlardan təşkil olunmuş Böyük Qafqaz dağlarında daha intensivdir. Bəli, ümumiyyətlə Böyük Qafqaz dağlarında sürüşmə də daha çoxdur, denudasiya prosesi də daha çoxdur. Bu ifadə doğru olduğuna görə götürmürük. Yanlış cavablar, ifadələr 3, 4, 5-dir. B variantı. 11-ə baxırıq. Doğru fikirləri müəyyən edin. Daimi küləklərin hərəkət istiqamətinin formalaşması yerin günəş ətrafında hərəkətindən asılıdır. Daimi küləklər yerin öz oxu ətrafında hərəkətindən asılı olmalıdır. Bir yanlışdır. Musson küləkləri əsdiyi regionda çəltiçinin inkişafına müsbət təsir göstərir. Bəli, Şərqi Asiya, Cənub-Şərqi Asiya ölkələrində musson küləkləri bu əkinçinin inkişafına müsbət təsir göstərir. Ekvatorial hava kütlələri dəniz və kontinental yarım tiplərinə bölünür ifadəsi yanlışdır. Çünki tiplərə bölünmür ekvatorial. Hələ ki 2 doğrudur. Buludlardan çökən yağıntı növlərinin sayı havadan çökən yağıntı növlərinin sayından daha çoxdur. Buluddan olacaq yağışdır, qardır, doludur. Amma havadan çökən olacaq 4 dənə. Duman, şeh, sırsıra, qrov. Təbii ki, havadan çökən yağıntı növü buluddan çökən yağıntı növündən daha çoxdur. Bu ifadə yanlışdır. Tayfun və tornado küləklərinin yaranma səbəbi eynidir. Bəli. Hər ikisi okean və quru üzərində təzyiq fərqindən yaranır. 6-ya baxırıq. Böyük su ayırıcı dağlarının şərq yamaclarına düşən yağıntıların miqdarı Ural dağlarının qərb yamacına düşən yağıntının miqdarından daha çoxdur. Təbii ki, böyük su ayırıcı dağları okean tərəfdədir. İsti cərəyan təsir göstərir. Şərqi Avstraliya cərəyanı. Ural dağlarının qərb hissəsi materikin içərisinə doğru olduğundan təbii ki, materikin içərisinə doğru yağıntılar azalmağa başlayır. Okeana doğru artır. Rütubətli, yəni artır. 6 da doğrudur. Yəni 2, 5, 6 sualın doğru cavabıdır. 12-yə baxırıq, paytaxtı həm də liman şəhəri olan Latin Amerikası ölkələri. A variantında Ekvadoru çıxarıq, Kolumbiyanı, Çilini çıxarıq. Burada Kuba, paytaxtı liman şəhəri olacaq. Costa Rica, Gvatemala'nı çıxarıq. C-də Perunun paytaxtı liman şəhəridir. Nikaragua və Salvadoru çıxarıq. Daha sonra Hondurası, Meksikanı çıxarıq, amma Panamanın paytaxtı Panama liman şəhəridir. Y variantında 3 ölkənin üçünün də paytaxtı liman şəhəri sayılacaq. 13. Cədvələ əsasən hansı məntəqələrdə havanın soyumasının daha sürətli baş verəcəyini müəyyən edin. 9 qrama 100%, 7 qrama x. Məsələn, 17 qrama 100%, 11 qrama x. Belə hesablayaraq siz tapırsınız. Məsələn, birincidə 77, ikincidə buradan yazım. 77, burada olacaq 64, sonra 80, 90, sonra 63, 25. Burada ən aşağı faizləri seçirsiniz. Yəni 64-ü, 25-i, bir də 63-ü. Digərləri böyükdür də. Cavab tapılacaq 2, 5, 6. C variantı. Həmin o məntəqələrdə biz havanın soyumasını daha sürətli baş verəcəyini tapmış oluruq. 14-ə baxırıq, müvafiq olaraq Aralıq dənizi, mülayim dəniz, rütubətli tropik iqlim tiplərinin yayıldığı adaları seçin. Burada Aralıq dənizi, Siciliya adası düzdür. Aralıq dənizində yerləşir, İtalyan adasıdır. Saxalin mülayim, mussonda yerləşən mülayim dənizdə deyil, anı çıxarıq. Balear adası mülayim, daha doğrusu Aralıq dəniz iqlim tipindədir. Aleut adası mülayim dəniz, Haiti tropik dənizdə yerləşir. B variantı sualın doğru cavabıdır. Korsika adası məsələn Aralıq dənizi, Newfoundland mülayim dənizi, Sumatra adası da ekvatorial iqlimdədir. Kipr adası Aralıq dənizi, İrlandiya mülayim dəniz, Tasmaniya 2 iqlimdə yerləşir. Şimalı subtropikin bərabər rütubətlisi, cənubi mülayim dəniz. Y variantında hava adaları, bu ardıcıllıq olmalıdır. Hava adaları yerləşir tropik dənizdə, Azor olmaz mülayim dənizdə, Kubada tropik dənizdə yerləşdiyinə görə Y variantı da olmayacaq. 15-ə baxaq. Mülayim iqlim qurşağı üçün səciyyəvidir. Şimal yarımkürəsində materiklərin həm qərb, həm də şərq sahilləri üçün dəniz tipinə rast gəlinir. Bəli, istər Şimali Amerikanın, istər Avrasiyanın həm şərqində, həm qərbində mülayim dəniz iqlim tipini görə bilərsiniz. 1 doğrudur. 2. Şimal yarımkürəsində yalnız mülayim işıqlanma qurşağında rast gəlinir. Xeyr, qütb işıqlanma qurşağında da mülayim dəniz var. Skandinaviyanın qütb işıqlanma qurşağına düşən hissəsində mülayim dəniz tipini biz görə bilərik. Daha sonra 3-ə baxaq. Yəni burada yanlışları çıxırıq. Bu iqlim qurşağının yaranmasına səbəb olan hava kütlələri Afrikada müşahidə edilmir. Xeyr, Afrikada mülayim iqlim qurşağı yoxdur, amma mülayim hava kütlələri var. Çünki subtropik iqlim var. Subtropik iqlimə də qışda mülayim hava kütlələri təsir göstərir.
Bu iqlim qurşağının yayıldığı ərazilərdə donan dənizlərə rast gəlinir. Bəli, elə Oxot dənizi mülayimdə yerləşir və donan dənizdir. Sonra 4 doğru olacaq. Azərbaycan ərazisinin yarıdan çoxunda müşahidə edilir. Azərbaycan ərazisinin yarıdan çoxu subtropik iqlim qurşağında yerləşir. Mülayim iqlim qurşağında əsasən Quba Xaçmaz tərəfə düşür. 5 yanlışdır. Bu iqlim qurşağının formalaşdığı ərazilərdə yerləşən səhralarda yanvar ayının orta temperaturu 0 dərəcədən aşağı olur. Məsələn, onlardan biri də Qobi səhrası. Çin-Monqolistan sərhədində yerləşən Qobi səhrasında yanvar ayında orta temperatur 0 dərəcədən aşağıdır. Cədvəldə verilən çayların hansıların yerlərini dəyişsə, onların uzunluqlarının artmasına görə düzgün sırasını müəyyən etmək olar. Gəlin çayların uzunluqlarını yazaq. Qusar çay olacaq 106, Arpaçay 128, Pirsahat 202, ölkə daxilində öz mənbəyini götürmüş ən uzun çay. Tərtərçay 200, Bolqarçay 134. Fikir versəniz, Bolqarçay ilə biz Pirsahatın yerini dəyişsək, artma ardıcıllığını görə bilərik. Yəni 3 ilə 5 olacaq. Y variantı. 17. Xəritə sxemi əsasən eyni iqlim qurşağı, eyni iqlim yarım tipində daha doğrusu yerləşən əraziləri müəyyən edin. Fikir versəniz, Qanı Xəyri çay, qışı quraq keçən mülayim isti iqlim, biri Kiçik Qafqazda da qışı quraq keçən mülayim isti iqlim 2 rəqəminin göstərildiyi yer. Bu azacıq yer yayı quraq keçən mülayim isti iqlimdir. Burada da yayı quraq keçən. Məsələn, versəydi burada 3 rəqəmi, 3 ilə 6-nın iqlim tipləri eyni olardı. Və ya burada da Lənkəran ovalığı da həmin iqlim tipində yerləşir. Yəni doğru cavab olacaq 2-3 Y variantı. Doğru fikirləri müəyyən edin. Okean suyunda şəffaflıq diametri 30 sm olan gümüşü rəngli lövhənin göründüyü məsafəyə əsasən təyin edilir. Bu ifadə doğrudur. Elə dərslikdə də keçir bu cümlə. Okeanlarda 3000 metr, 4000 metrdən dərində okean suyunun temperaturu 2-3 dərəcədən çox olmur. Doğrudur. Daha sonra eyni enlikdə yerləşən isti cərəyanların duzluğu soyuq cərəyanlarla müqayisədə daha az olur. Xeyr, isti cərəyanlarda duzluq çox, soyuq cərəyanlarda az olacaq. Atlantik okeanı ekvatorial və tropik enliklərdə geniş ərazi tutduğundan artıq burada yanlışdır. Çünki Atlantik okeanı mülayim enliklərdə geniş ərazi tutur və suyun orta temperaturuna görə ən isti okean olmayacaq. Ən isti okean sakit okeandır. Okeanlarda mərcan rifləri sahilə yaxın, atollar isə aypara şəkildə olub daxili hissələrdə yerləşir ifadəsi doğrudur. Həm də ki, mərcan rifləri sahilə yaxın o gəmiçiliyə maneçilik törədir. Böyük Suayıcı dağlarının şimal hissəsində biz görə bilərik. Krosiyo cərəyanı passat küləklərinin təsiri ilə hərəkət edir ifadəsi yanlışdır. 19-a baxırıq. Eyler-Fen diaqramı tamamlanmayan bəndi müəyyən edin. Təsəvvür edin ki, 4 sıra oxşar xüsusiyyətdir, amma biri fərqlidir, yəni tamamlanmır. Zimbabvenin sərhədlərindən axır. Təbii ki, Limpopo çayı Zimbabvenin cənub sərhədindən axır, Zambezi çayı isə Zimbabvenin şimal sərhədindən axan çaydır. Yəni hər ikisi sərhəddən axdığına görə biz bunu saymırıq, tamamlamayan lazımdır bizə. Mənsəbləri bəli, hər ikisində Mozambik Respublikası ərazisindədir və mənsəbləri İslam Əməkdaşlıq Təşkilatına üzvdür və 2 işıqlanma qurşağında yerləşir. Hövzələri 2 işıqlanma qurşağında yerləşir. Baxın, Limpopo çayı cənub tropik xəttini 2 dəfə kəsən yeganə çaydır və onun təbii ki, hövzəsi 2 işıqlanmaya düşəcək. Amma Zambezi çayı cənub tropikindən şimalda qalır. Yəni o tropik işıqlanma qurşağına düşür. 2 işıqlanmaya düşmür. Ona görə də biz C-ni doğru cavab kimi götürəcəyik. Hind okeanına aiddir, suvarmada istifadə olunur, hər ikisinə uyğundur. 20-yə baxırıq, xəritə sualıdır. 1. Spitsbergen adalarıdır, Norveçə məxsus. 2. Frans Iosif adasıdır, Rusiyanın adası sayılır. Yəni birinci olacaq Spitsbergen, Frans Iosif. C-ni çıxarıq, D-ni çıxarıq, Y-ni çıxarıq. 3-də olacaq Severnaya Zemlya, amma Ural dağlarının davamı Novaya Zemlya 4 olacaq. Yəni A variantı sualın doğru cavabıdır. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Qızıl irmaq, yaşıl irmaq qara dənizə tökülür. Bizə doğru olmayan lazımdır. Zambezi çayı bəli boğaza tökülür. Dünyanın ən uzun boğazına Mozambik boğazı. Senegal körfəz yazıb yanlışdır. Çünki Atlantik okeana tökülən çaydır qərb istiqamətində. Hind çayı birbaşa okean deyil də Ərəbistan dənizi olacaq. Daha sonra Daugava Riga körfəzinə tökülən çaydır. Doğrudur, körfəz verilib. Ebro çayı Atlantik okeanına deyil, yəni burada okean yazıb. Aralıq dənizinə İspaniya ərazisindən tökülən çaydır. 3, 4, 6 yanlış, yəni çay mənsəbləridir. Bizdən də doğru olmayanı istəyir D variantı.
22 həmsərhəd olduğu bütün qonşu ölkələrin dünya okeanına birbaşa çıxışı olduğu Afrika ölkələri. Qabon qonşuları Kamerundur, Ekvatorial Gvineyadır, Kongodur. Hamısında okeana çıxışı var. Liberiyanın qonşuları Sierra Leone'dir, Gvineyadır, Côte d'Ivoire'dır. Yəni okeana çıxışı var. Eswatini də Çar və Mozambiklə sərhəddir ki, bu iki ölkənin də okeana çıxışı olacaq. Cavab A variantıdır. B-də məsələn Mali. Elə Mali, Çadın özü, Botsvananın özü materik daxili ölkələrdir. Çıxışları yoxdur. Sonra Zimbabve, yəni qonşuları məsələn arasında Botsvana var, Zambiya kimi ölkələr var ki, onların okeana çıxışı yoxdur. Çıxırıq. Sonra Əlcəzair, Liviya qonşuları Mali, Niger və Çad kimi qonşuları olduğuna görə, yəni bu qonşuların okeana çıxışı yoxdur, materik daxilidir. Sonra Efiopiya özü materik daxilidir. Qonşusu məsələn Cənubi Sudan da elə materik daxili ölkə sayılır. Qvineya 6 ölkə ilə qonşudur. Onlardan yalnız bir dənəsi, yəni Mali materik daxili ölkədir. Ona görə götürmərik. Namibiya, Angola qonşuları Botsvanadır, Zimbabvedir, Zambiyadır. Bilirsiniz də bu ölkələr materik daxili ölkələrdir deyə götürməyəcəyik. Cavab A variantı. 23. Çayların mənbələrinin doğru verilmədiyi silsilərin müəyyən edin. Şahdağ silsiləsindən Şəmkir çay başlayır ifadəsi doğrudur. Oxçu çay Zəngəzurdan başlayır, bu da doğrudur. Parağaçay Dərələyəzdən deyil, Zəngəzurdan başlayacaq, 3 yanlışdır. Ceyrankeşməz bəli, Baş Qafqaz silsiləsindən başlayır. Lənkərançay Burovardan deyil, Talış silsiləsindən başlayar. Vəlvələçay da Baş Qafqazdan başlayır, yan silsilədən deyil. Ona görə də 3, 5, 6 sualın doğru cavabıdır. 24 xəritə sualıdır. Rəqəmlərə uyğun səhraları müəyyən edək. Bir də Avstraliyanın ən böyük səhrası Böyük Qumlu səhrasıdır. 2-də Hipson və ya Gibson da deyə bilərsiniz səhrası. 3-də Viktoriya səhrası, 4-də Sipson səhrası. 25. Şərqi Zəngəzur iqtisadi rayonu üçün doğru fikirləri müəyyən edin. 2 xarici ölkə ilə həmsərhəddir ifadəsi doğrudur. Həm Ermənistan, həm də İranla. Ərazidə Xudafərin su anbarı və Qız qalası hidroqovşağı yerləşir. Bu da doğrudur. Ərazisində uçqun bənd mənşəli, xeyr, vulkan bənd mənşəli göllər yerləşir. 3 yanlışdır. Tərkibində 5 inzibati rayon və 5 şəhər, bəli, Kəlbəcərdir, Laçındır, Qubadlıdır, Zəngilandır, Cəbrayıl olacaq. 1, 2, 4 sualın doğru cavabıdır. Əlvan metal filizlərin hasilatı emalı burada yanlış olacaq. Sonra ərazisində Qaragöl və Bəsitçay qoruqları, Qubadlı və Daşaltı. Daşaltı Şuşada yerləşir, o da Qarabağ iqtisadi rayonuna aiddir deyə 6-da yanlışdır. Sonra 26-ya baxırıq. Uyğunluq gözlənilmişdir. Yüksək dağlığın subnivan-nivan landşaftında Dağıstan turu, Bəbir, Köpkər, Xəzər, Uları, Bezuar keçisi bu elə sualın doğru cavabıdır. Məsələn, burada düzənlik çəmən meşə landşaftında Bəbir verib. Bu yanlış olar, dağlıq üçündür. Yüksək dağlıqda dağlığın çəmən landşaftı üçün bataqlıq qunduzu verib. Bu yanlışdır. Sonra orta dağlığın meşə və çəmən kol landşaftı üçün orta dağlıqda Sultan Toyuqdur. Bunlar Qızılağac körfəzindədir. Ona görə də düzən ərazi üçün xarakterikdir. Düzənliklərin yarım səhra landşaftı üçün qonur ayı olmaz. Düzənlikdə olmaz, dağlarda olar. 27-yə baxırıq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Qaragöl, Kəlbəcər, Şərqi Zəngəzur. Bu ifadə yanlışdır. Çünki Qaragöl Laçında yerləşir. Daha sonra Türyançay, Ağdaş, Qəbələ, Göyçay, Yevlax doğrudur. 2 iqtisadi rayon Mərkəzi Aran və Şəki-Zaqatala doğru olacaq. Qarayazı, Tovuz, Ağstafa. Tovuzda olmaz. Yalnız Ağstafada olacaq. Qazax, Tovuz iqtisadi rayonu düz verilib. 3-də yanlışdır. Körçay, Goranboyda Gəncə Daşkəsinə düşür. Doğrudur. İlsu Qaxdadır, Zaqatalada deyil deyə yanlışdır. Bəsitçay Zəngilanda, Şərqi Zəngəzurda yerləşir. Doğrudur. 2, 4, 6 sualın doğru cavabıdır. 28-ə baxırıq. 3-cü və 15-ci saat qurşaqları üçün ümumi fikirləri müəyyən edin. 3-cü saat qurşağı 45 dərəcə şərq uzunluğundadır. 15-ci saat qurşağı 24-dən biz 15-i çıxırıq, alırıq 9, vururuq 15-ə, tapırıq 135 dərəcə qərb uzunluğu. Orta meridianları eyni meridian çevrəsi üzərindədir ifadəsi doğrudur. Yəni bunları siz cəmləsəniz alacaqsınız 180 dərəcə. 180 dərəcə edirsə deməli eyni meridian çevrəsi üzərindədir. 1 doğru olacaq. Bütün yarımkürələrdə yerləşirlər. Bu yanlışdır. Çünki bilirik ki bu saat qurşaqları 3 yarımkürədə yerləşir. Bayaq da dedik 0, 24, yəni bir də 12-ci saat qurşağı 4 yarımkürədə yerləşəcək.
Orta meridianları 40 dərəcəlik paralel şimal paraleli ilə kəsişdiyi nöqtələr arasında ən qısa məsafə 11100 kilometr təşkil edir. Bu təbii ki, qütbü aşmaqlı olacaq. 40 dərəcə paraleldən biz 90-a qədər 50 gedirik. 90-dan da aşırıq qütbü 40-a qədər 50-dir. Toplayanda edir 100 dərəcə. 100-ü də biz 111-ə vursaq 11100 kilometr alarıq. Yəni bu ifadə doğru olar. Daha sonra yerləşdikləri yeganə ortaq okean Şimal Buzlu okeandır. Bəli, bütün meridianlar ortaq okeanı, Şimal Buzlu okeanı, yəni birləşirlər. Sonra nə yazıb aşağıda? Hə, cəmi 2 materikdə yerləşirlər. Yəni 45 dərəcə şərq uzunluğu 3 materikdə olar. Həm Avrasiyada, həm Afrikada, həm də Antarktidada. Amma 135 dərəcə qərb uzunluğu isə 2 materikdə yerləşəcək. Yəni hər ikisi 2 materikdə yerləşir ifadəsi doğru olmaz. Ortaq amma materikləri Antarktida olardı, əgər belə bir cümlə yazılsaydı. Yəni burada doğru cavablar olacaq 1, 3, 4. 29-a baxırıq. Fiziki coğrafi rayonların xəritə sxeminə əsasən doğru olmayan bəndi müəyyən edin. Demək, sarı psevdo padzolu sarı torpaqlar 5-də verilib. Bəli, doğrudur. 4-də, yəni burada qışı quraq keçən mülayim isti iqlim, qışı mülayim keçən yarım səhra quru çöl iqlimi, Həkərdə dir var, tamamilə doğrudur. Bir də doğru olmayan lazımdır. 2-də, yəni harda, burada. Kaynazoyun həm neogeni, həm də 4-cü dövr suxurlarına rast gəlinir, doğrudur. Respublikamızda bütün fəsillərdə bol yağıntılı soyuq iqlim, burada dağlıq Şirvana da düşür deyə yeganə fiziki coğrafi rayon deyə bilmərik biz. Yəni Zaqatalahoz üçün. Çünki yəni dağlıq Şirvanda da var. Şamaxıda. D variantı yanlışdır. Çayların gətirmə konusları formalaşmışdır. 3-də, yəni Küdri Şirvanda təbii ki, gətirmə konuslarını görə bilərik. 30. Uyğunluğu müəyyən edin. Makro regionlar verilib, anı oxuyaq. 1 və 4 üçün təbii artımın ikinci tipi xasdır. Fikir versəniz, 1, bir də 4 burada verilib. Bu Avropa regionu, bu isə Şimali Amerika regionu üçün xarakterikdir ki, ikinci tip deyil də birinci tip olmalıdır. A, yanlışdır. B-də deyir ki, yəni üçüncü üçün, yəni bu region üçün demografi yük digərlərinə görə daha yüksəkdir. Demografi yük əmək qabiliyyətli olmayan əhalinin fəal əhaliyə nisbətidir. Və bu da Afrika regionunda təbii ki, demografi yük digərlərinə görə daha yüksək olacaq, digər regionlara əsasən. Yəni doğru cavab B-dir. C variantında 1 və 4-də yetkinlər və yaşların sayı artdıqca uşaqların payı azalır. Ümumiyyətlə, uşaqların payının azalması, artması əhalinin yaş tərkibində bilirik ki, doğumun yüksək olması uşaqların sayını artırar. Amma orta ömür müddətinin çox olması isə yaşlıların payını artırar. Ona görə bu da yanlışdır. Ümumiyyətlə, ABŞ-da, Avstraliya, Avropa ölkələri üçün uşaq və gənclərin xüsusi çəkisinin azalmasını, yaşlıların isə artmasını biz müşahidə edə bilərik ki, buna millətin qocalması da deyilir. D-də inkişaf etmiş ölkələr əsasən 2, 3 və 6-cı regionda yerləşirlər. 2-ci region Afrikadır, 3-cü regiona fikir versəniz Asiyadır, 6-da Avstraliya və Okeaniyadır. Elə Afrika, Asiya burada inkişaf etmiş ölkə olmaz axı, ona görə D-ni çıxarıq. 2 və 5-ci regionların göstəricilərinin ortalaması dünya üzrə olan göstəricilərə bərabərdir. Dünya əhalisinin strukturunda uşaqlar 34%-dir, yaşlılar 58%, qocalar isə 8% təşkil edir. Yəni birinci tip təkrar artımı malik ölkələrdə uşaqlarla qocalar arasında fərq az olur. Amma ikinci tip təkrar artıma malik ölkələrdə uşaqlarla qocalar arasında fərq daha böyük olur. Və burada biz ikinci region bilirik ki, Afrikadır, 5-ci də olacaq Cənubi Amerika. Burada fikir versəniz, əsasən 2 uyğun gəlir. Məsələn, uşaqlar 34, burada 32 verib, 58, burada 62 verib, qoca 8-dir, dünya üzrədir bu. Burada 6 verib. Yəni, Afrika uyğun gələ bilər, amma Cənubi Amerikaya baxsanız uyğun deyil. Yəni, ona görə biz yeni də götürməliyik. 31. Doğru fikirləri müəyyən edin. Altay dil ailəsi özündə türk dil qrupu ilə yanaşı Monqol, Tunguş, Mancur və Fin-Uqor dil qruplarını birləşdirir. Burada Fin-Uqor olmaz, çünki Ural dil ailəsinə aiddir. Myanmarlar, Butanlılar və Şerplər Çin-Tibet dil ailəsinə mənsubdur. Bu ifadə doğrudur. 2.
Dünyada əhalisinin sayına görə birinci olan ölkə həm də əhalisinin sıxlığına görə birincidir. Əhalinin sayına görə Hindistan birinci yerdədir, amma sıxlığa görə məsələn Bangladeş fərqlənər, Belçika, Niderland kimi ölkələr fərqlənər. Yəni 3 yanlış olar. Afrikada doğumun yüksək olma səbəblərindən biri səhiyyənin aşağı səviyyədə olmasıdır. Bəli, bu ifadə də doğru olacaq. Daha sonra demoqrafik keçidin 4-cü mərhələsinin səciyyəvi olduğu bəzi ölkələrdə işçi qüvvəsinə ehtiyac yaranır. Təbii ki, 4-cü mərhələ deyərkən inkişaf etmiş ölkələrdir. Orada əmək ehtiyatı çatışmır və işçi qüvvəsinə ehtiyac var. Daha sonra Avropada uşaqlar və yaşlılar arasında əhalinin xüsusi çəki fərqi çox böyükdür. Bayaq da bu regionların necə deyərlər sualında biz qeyd etdik ki, Avropada inkişaf etmiş ölkələrdə uşaqlar və yaşlılar arasında yəni əhalinin xüsusi çəki fərqi çox azdır, fərq azdır dedik. Gəlin faizlə də deyək. Məsələn, inkişaf etmiş ölkələrdə uşaqlar 27% olduğu halda əmək qabiliyyətli əhali 63%-dir, qocalar 10%-dir. Qoca 10%. Yəni gördüyünüz kimi fərq o qədər də yəni böyük deyil. Amma inkişaf etməkdə olan ölkələrdə isə uşaqlar 42% olduğu halda qocalar 3% təşkil edir. Görürsünüz fərq nə qədər böyükdür. Yaşlılar da 55%, yəni inkişaf etməkdə olan ölkələrdə. Sualımızın doğru cavabı C variantı olacaq. 32-yə baxırıq. Uyğunlaşdırma, sosial inkişaf, iqtisadi inkişaf, ekoloji inkişaf. Demək, sosial inkişaf, burada yeni az tullantılı və tullantısız texnologiya deyərkən iqtisadi inkişaf olacaq. Bioloji aləmin qorunub saxlanması, ekoloji, 3-ə B. İnsan hüquqları, iş yerləri deyirsə sosial inkişaf. 33. Çin Xalq Respublikası ilə bağlı doğru fikirləri müəyyən edin. Təbii qaz hasilatı Əlcəzairdən daha çoxdur. Burada fikir versəniz, məsələn, qaz hasilatına görə fərqlənir ABŞ, Rusiya, Qətər. Amma Çində 135 olduğu halda, yəni milyard kubmetr. Amma Əlcəzairdə 84-dür. Təbii ki, Çində daha çox olacaq. Bir doğrudur. Dünyada daş kömür hasilatına görə birinci yeri tutsa da, həm də bu yanacaq növünü ithal etməkdə maraqlıdır. Təbii ki, həm hasil edir, həm də alır. Bunu doğru götürəcəyik. Daha sonra dövlət mülkiyyətin az, artıq bu yanlışdır. Çünki Çində dövlət sektoru güclü inkişafını deyirik və bu ifadəni yanlış götürəcəyik. Ərazinin mezozoik qırışıqlığı zonaları mövcud deyil. Tibet Çin ərazisində Kimer qırışıqlığına aiddir. 4 də yanlışdır. Unitardır. Muxtar qurumlar mövcuddur. İfadəsi doğru olacaq. Yəni sualımızın doğru cavabı 1, 2, 5 A variantıdır. Yəni Sintezyan Uyğurun adını çəkə bilərik. Həm Şimali Koreya, həm də Cənubi Koreya ilə quru sərhədə malikdir. Şimali Koreya ilə quru sərhədi var, amma Cənubi Koreya ilə quru sərhədi mövcud deyil. 34. Bioloji məhsuldarlığını əbədi itirən və təbii mühitin özünü bərpa etməyə gücü çatmadığı vəziyyət kollaps vəziyyətdir. Çernobıl, Ukrayna. 35 Türkiyə təsvir olunmuşdur və doğru olmayan ifadələri seçməli. Daş, kömür və xromit ehtiyatlarına malikdir ifadəsi doğrudur. 3-cü saat qurşağında yerləşir, doğrudur. 45 şərq uzunluğu. Çayların həm daxili axarsız, həm Hind okeanı, həm Atlantik okeanı doğru olacaq. 1, 2, 3 doğrudur. Amma bizə doğru olmayan lazımdır. Ən böyük ticarət limanları Aralıq dənizində yerləşən Ceyhan və Samsun liman. Samsun Qara dənizdə yerləşir, Aralıq dənizində deyil. Ən hündür nöqtəsi Pont deyil də Ağrı dağı olacaq. Əhalinin milli tərkibi yekcinsliyi deyil, mürəkkəbdir. Yəni monoetnik deyil də polietnik olmalıdır. 36. Qazax Tovuz və Şərqi Zəngəzur haqqında xüsusiyyətlərə baxırıq, amma tamamlanmayan xüsusiyyətləri seçməliyik. Baxaq 1-ə. Qışı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. Hər ikisində qışı quraq keçən mülayim isti iqlim var. Yəni həm Şərqi Zəngəzurda, həm də Qazax Tovuzda. Sonra tərkibinə daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Şərqi Zəngəzur üçün deyə bilərik, amma Qazax Tovuzda Şəmkirin nə Gürcüstana, nə də Ermənistana sərhədi yoxdur. Ona görə cavabımız da 2-də olacaq. Zəngin filiz və qeyri-filiz ehtiyatları ola bilər. Məsələn, filiz deyərkən yəni bentonit gili, seolit gili Qazax Tovuzda var, o qeyri-filizdir. Filiz deyərkən məsələn mis, qızılı götürmək olar ki, o da elə Gədəbəydə var, Gədəbəydə Qazax Tovuza aiddir. Şərqi Zəngəzurda məsələn civə, xromit yataqları Laçında, Kəlbəcərdə var, filizdir. Məsələn Kəlbəcərdə travertin, perlit yataqları var ki, o da qeyri-filiz sayılır.
Biz bunu götürmürük. Bizə lazımdır ki, yəni tamamlanmayan. Vulkanogen çökmə suxurları hər ikisində olacaq. 3 fiziki coğrafi rayonda yerləşir. Bu ifadə yanlışdır. Niyə? Çünki Şərqi Zəngəzur 4 fiziki coğrafi rayona düşəcək. Yüksək dağlıqda Nival landşaftı geniş ərazini əhatə edir. Bu da tamamlamır. Şərqi Zəngəzurda Murovdağ tərəfdə Nival landşaftı biz görə bilərik. Amma Qazax Tovuzda yoxdur. 2, 5, 6 B variantı olacaq. Azərbaycan iqtisadiyyatı üçün doğru fikirləri müəyyən edin. Dağlıq ərazilərdə çayların hidroenerji potensialı böyük olsa da, ən böyük seyislər düzən ərazilərdə yerləşir. Doğrudur. İkinci Qarabağ müharibəsindən sonra ölkənin geosiyasi mövqeyində dəyişikliklər baş verməkdədir. Doğrudur. Dağlıq Şirvan iqtisadi rayonunda pambıq əkinləri mövcuddur. Xeyr, səhvdir. Ağsuda pambıq əkilir. Alüminium emalı yerli boksit bizdə yoxdur, alnüt var. 4 yanlış olacaq. 5. Qarabağda aparılan geniş quruculuq işlərinə görə tikinti sənayesi məsələlərinin əksəriyyəti Gəncə və Mingəçevirdə cəmlənmişdir. Qarabağ deyərkən məsələn Ağdamı götürmək olar. Yəni Gəncə, Mingəçevir burada yanlışdır. Şərqi Avropa regionunda baş verən siyasi hadisələr, yəni Ukrayna-Rusiya müharibəsi ölkənin təbii qazının yeni ixrac perspektivlərini formalaşdırmışdır. Bu da doğrudur. Yəni 1, 2, 6 sualın doğru cavabıdır. 38-ə baxırıq. Xəritə sxemaya əsasən 1, 2, 3 rəqəmi ilə göstərilən, yəni Polşa, Belarus, Ukrayna ölkələrini 4, 5, 6 ölkələrindən rəqəmi ilə göstərilən ölkələrə, yəni Danimarkadır, İsveçli, Norveçdən fərqləndirən xüsusiyyətlər. Deyir ki, unitar ərazisi. Bu 6 ölkənin 6-sı da unitardır. Yəni burada federativ yoxdur. Bizə fərqləndirici xüsusiyyət lazımdır deyə anı çıxırıq. Aralarında NATO və Avropa İttifaqına üzv olan ölkələr mövcuddur. Təbii ki, məsələn, Polşa həm NATOya, həm də Avropa İttifaqına üzvdür burada. Burada isə yəni Danimarka, İsveç həm Avropa İttifaqına, həm də NATOya üzvdür. Norveçi bilirik ki, Avropa İttifaqına deyil də NATO üzvü olan ölkədir. Sonra B oxşar xüsusiyyətdir. Götürməyəcəyik. Təbii artımın birinci tipi səciyyəvidir. Yəni hər iki regionda, yəni bu 3 ölkə və digər 3 ölkədə 6-sı da necə deyərlər, birinci tipə aiddir. Sonra respublika idarə etmə formasına malik ölkələrdir. Bilirik ki, 1, 2, 3, yəni Polşa, Ukrayna, Belarus respublikadır. Şərqi Avropada monarxiya yoxdur, amma digər ölkələr 4, 5, 6 konstitusiyalı monarxiya ölkələri sayılır. Bu fərqləndirici xüsusiyyətdir. Y. İnkişaf etməkdə olan ölkələrdir. 1, 2, 3 inkişaf etməkdə olan ölkələrdir. Digərləri inkişaf etmiş ölkələr. Yeni götürəcək. Aralarında materik daxili mövqeyə malik ölkə mövcuddur. Təbii ki, 1, 2, 3 verilən, yəni burada materik daxili Belarus olacaq, amma digər, yəni İsveç, Norveç, Danimarkanın hər üçünün okeana çıxışı var. Yəni fərqləndirici xüsusiyyət C variantı. Sonra 39. Əhalinin sıxlığının daha yüksək olduğu inzibati rayonlar. Ən çox sıxlıq, məsələn, Abşeron yarımadasında, Lənkəran ovalığında yerləşən inzibati rayonlarında, Qarabağ düzü, Gəncə, Qazax düzündə olacaq. Burada da sıxlığın çox olduğu deyirsə, Ağdamı götürərik, Şəmkiri götürəcəyik, bir də Bərdəni. Yəni 1, 3, 5 D variantı. 40-a baxırıq, sonuncu sualda dağlıq relyefin üstün olduğu inzibati rayon təbii ki 1 Gədəbəy, 2 Şahbuz, 6 Yardımlı C variantı. Sınaq 8-in izahları bitdi. Videonu bəyənməyi, həmkarlarınızla paylaşmağı və şərhlərinizi yazmağı unutmayın. Sağ olun.